Güvən nəşrlərinin yeni çıxartdığı sınaqlar toplusunda verilən sınaq 1-də olan qəbul tipli sual nizahına sizlərlə bir yerdə baxaq. Şərtdə deyilir ki, qayışlı ötürmə ilə fırlanan disklər üzərində A nöqtəsinin B nöqtəsinə nəzərən sürəti 3,6 metr bölü saniyə olarsa, radiusu R1 bərabərdir 30 cm olan diskin bucaq sürətini hesablayın. Fikir verin, qayışlı ötürmə olduğundan burada əlbəttə ki, xətti sürətlər bir-birinə bərabər olacaq. Yəni VA bərabər olacaq VB-yə. İndi gəlin istiqaməti göstərək. Çünki nəzərən deyil, burada nisbi sürət verilib. Nisbi sürətdə istiqamət önəmlidir. Fikir versəz, saat əqrəbi istiqamətində fırlanacaq bizim bu ikinci diskimiz. Fikir verin, bu zaman toxunanı çəksək, VB aşağıya doğru olacaq. Eyni ilə digər diskə baxsaq, görərik ki, bu disk saat əqrəbinin artıq yenə istiqamətində fırlanır. Saat əqrəbi istiqamətində fırlandığından burada da VA-mız olacaq yuxarıya doğru. Toxunanı çəkdik. Əks istiqamətdə olduğundan VA və VB nisbi sürətdə artıq toplanır. Yəni, VA üstə gələk, VB bərabərdir 3,6-ya. Bu sürətlər də bir-birinə bərabərdir. Buna da bir V desək, onda olacaq V üstə gələk V bərabər 3,6-ya. 2V 3,6-ya bərabər olur. Buradan V-ni tapanda olacaq 1,8. Deməli, həm VA, həm də VB 1,8 metr bölü saniyədir. Radius verilib R1 30 cm-dir. Gəlin onu çevirək metrə. 30 cm bərabər olacaq 100-ə böləndə 0,3 metrə. İndi bizdən həmin diskin bucaq sürətini istəyir. Yəni omeqanı. Biz bilirik ki, V bərabərdir omega vuraq R-dir. Buradan omeqanı tapanda olacaq V bölünsün R. V-yə tapdıq 1,8. R-ə də verilmişdir 0,3. Vergülləri atırıq, 18-i 3-ə böləndə alacağıq 6. Deməli, burada cavab olacaq A bəndi.